Balıqlar, sentyabrda hissləriniz HD keyfiyyətində işləyəcək, amma hər gördüyün işarəni kainatdan gələn mesaj sayma. İş məsələsində yaradıcı fikirlərin və güclü sezgilərin bu ay sənə kömək edə bilər. Yeni imkanlar yarana bilər, amma xəyal qurmaqla kifayətlənmə. Plan qur və addım at. İlham gözəldir, nəticə isə daha gözəldir. Şəxsi həyatda deyə bilərəm ki, subaysansa, səni anlayan və yanında rahat hiss etdiyin biri diqqətini çəkə biləcək. Münasibətdəsənsə və yaxud evlisənsə, çox düşünmək əvəzinə hisslərini açıq paylaş. Qarşındakı insan fikrini oxuyan deyil. Göstərməlisən ki, başa düşsün. Pul məsələsində maddi mövzuda diqqətli olmaq vacibdir. Başqasının problemini həll etmək üçün öz büdcəni də unutma. Yox demək bəzən ən böyük maliyyə strategiyasıdır. Tövsiyə ondan ibarətdir ki, sentyabrın tövsiyəsi hər kəsə enerji verməzdən əvvəl öz enerjini qoru, öz dəyərini bil və qərarlarında daha inamlı və qətiyyətli ol. Yekunda deyə bilərəm ki, balıq, sentyabrın şüarı sənin üçün budur. Ürəyini nə varsa, bax, hiss et, amma ağlını da yanında apar. Bəyəndinsə paylaş və növbəti bürc proqnozunu qaçırma.